mömin idi, səduq idi, düzgün insanıdır. Əgər qalib gəlsəydi, vəfa eləyəcəkdi və bilirdi ki, işi kimə tapşırmaq lazımdır. Yəni İmam əleyhissalam bu sözlə başa düşürük ki, yəni əmim özü üçün hakimiyyət iddiasında deyildi. Sadəcə Bəni Ümeyyə o qədər ki, alçaqlıq elədi, şərəfsizlik elədi. Zeyd-ü Şəhid də zəmanəsinin ən böyük alimlərindən idi. Yəni elə belə adam deyildi. Dəfələrlə bu sözü mən demişəm. İmam Rıza əleyhissalamın qardaşı Zeydun Nar Məmunun hökumətinə qarşı qiyam eləyəndə Məmunun adamlar ki, Zeydi tutdular, İmamın qardaşını tutdular, gətirdilər, hansı saraya gətirdi, hara gətirdi. Məmun nə dedi? Dedi, çağırın, gəlsin, Əbul Həsən gəlsin yanıma. Nəsə gəldi, dedi ki, o qardaşın olasın, ged necə hökm eləyəsən elə. Sən ki, mənim muavinimsən deyək. Sən ixtiyar o qoydun. Sonra Məmun qayıdıb deyəndə ki, bu Zeyddə, əmin Zeyd kimi hökumətə qarşı çıxır. İmam Rıza əleyhissalam narahat oldu bu sözdən. Buyurdu ki, mənim qardaşımı əmim Zeydinə müqayisə eləmə. İnnəhu kana Ali Muhammed. O Ali Muhammedin